Fevralın 6-sı səhər saat 9 radələrində Binəqədi rayonunda yerləşən İdrak liseyində cinayət hadisəsi baş verir. Həmin liseyin 10-cu sinif şagirdi 28 yaşlı müəllim Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib. Hadisədən sonra şagird saxlanılıb, müəllim isə kliniki tibbi mərkəzin cərrahiyyə şöbəsinə yerləşdi. Hal-hazırda gördüyünüz kimi biz də xəstəxananın həyətindəyik. Xəstənin durumu orta ağır qiymətləndirilir. Artıq neçə saatdır ki, əməliyyat davam edir. Mərkəzin mətbuat xidməti açıqlama verməkdən imtina etsə də ən son əldə etdiyimiz məlumatlara görə hal-hazırda əməliyyat davam edir. Məlumatın yalan və ya doğru olduğunu bilmirik, amma deyilənlərə görə müəllim boyun nahiyəsindən yaralanıb. Onu da qeyd eləyək ki, İdrak liseyi 2008-ci ildən fəaliyyətə başlayıb. Liseydə təhsil alan şagirdlər arasında bir sıra tanınmışların övladları və yaxınları da var. Belə ki, hazırda liseydə deyilənlərə görə teleaparıcı Zaur Baxşəliyevin qızı və əməkdar artist, müğənni Akşin Abdullayevin övladı da təhsil alır. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibəylinin nəvəsi, xalq şairi Zəlimxan Yaqubun nəvələri, müğənni Elton Hüseynəliyevin qızları da müxtəlif illərdə bu liseyin məzunları sırasında yer alıblar.